Astrada toy günü rəhmətə gedən 17 yaşlı qız xəbərini oxumusunuz yəqin. Gör bu qızla nə qədər maraqlanmayıblar ki, onun bətnində uşaq olub və ölüb. Gör ölü uşaq nə qədər qalıb ki, bütün bədənini zəhərləyib. O boyda kənd, şadlıq sarayı, bir nəfər deməyib ki, bunun 17 yaşı var. Bəs qayda var, qanun var. Vaxtında bunun üstünə düşülsəydi, bəlkə o qız da sağ idi, uşağı da sağ idi. Amma gizlət, gizlin toy elə, hara kimi? Yolları zad düzəltmirsiniz, bildik. Heç olmasa bu kimi məsələnin üstündə ciddi dayanın. 17 yaşında qız bu dəqiqə torpağın altında yatır. Cəhalətin və nəzarətsizliyin ucbatından. Cahillik həqiqətən insanlığın düşmanıdır. Təsəvvür edin, Azərbaycan dəmir yolları bəyanət yayıb. Qatar yollarına əşyalar qoyan insanlara xəbərdarlıq eləyiblər. Düz qatar yoluna qoyulan yeşə daşlara baxın. Reys üzərinə düzülən kubiklərə baxın. Bunu kimlər niyə eləyir? O qatar açsa, insanlar ölsə, şad olacaqsınız. Sırf bu səbəbdən qatarlar 37 dəfə təcili tormozlanma eləyib. Siz niyə ziyan verəcək həşərat həyatı yaşayırsınız? İnsanların həyatını təhlükəyə atırlar, qrafikdə gecikmələr yaradırlar. Desəm küçə heyvanları üçün bir qap su qoy, heç birini eləməzlər. Amma reisin üstünə daş düzə bilir.